Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Binəlicəri-Binəqədi yolun üstündə, Respublika Qay yolundan, Qay yolun üstündə, yoldan marşrutdan hardasa 300 metr məsafədə, qapının ağzına qədər asfalt olan ərazidə, hörmətli izləyicilər. Baxın, bu asfalt ərazidir. Düz yola baxır. Yolun qırağında həyətinə maşın girən bir 2 otaqlı həyət evimiz satışa çıxıb, 2 otaqlıdır. Hörmətli izləyicilər, bu nəzərinizə çatdırım. Bu evi yeri söküb götürə bilərsiniz. Ev sahibi burada obyekt tikmək istəyir yola baxdığına görə. Amma alan adam bunu rahat ləğv eləyə bilər. Həyətinə də rahat maşın sala bilər. Bunu nəzərinizə çatdırıb xəbəriniz olsun. Ev qoşa daşdan tikilib. Kürsülü evdir. 7 daş, hardasa 6-7 daş kürsüdə inşa olunub. Rahat. Hər tərəfi qoşadır, işıqlı evdir, 2 otaqlıdır, yaşayışlı bir evdir. Keçən indi evin içinə tanış olaq. Bax, bura gördüyünüz kimi giriş darvazasıdır, rahat. Həyətinə gördünüz, yəni darvazadan rahat maşın girə bilər. Qalxırıq buradan evin içinə. Girən kimi. Hörmətli izləyicilər, buradan girən kimi buradan birbaşa zala daxil oluruq. Bura qonaq otağıdır. Ev yenə qeyd edirəm. Yaşayışlı evdir. Bir dənə aboyları dəyişmək lazımdır. Yəni açıq nəzərinizə çatdırım. Evdə körpüşaq var. Aboylar zaten bir təhər vəziyyəti salıb. Yəni aboyun elə bir ciddi xərci yoxdur. Böyük xərc deyil. Ev kürsü hündürlüyü 3 metrdir tavanı. Evin yəni təmiri normal vəziyyətdədir. Bir dənə aboylar dəyişməlidir. Döşəməsi zadı görürsünüz, polu zadı hamısı yaxşıdır. Mətbəxi genişdir, ürək açandır. Baxın, bax bir dənə. Xanımların ən çox sevdiyi, yəni əsas mətbəxin genişliyidir. O da genişlik göz qabağındadır. Bahalı mətbəx mebellərdən yığılıb. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Demək, kombisi var. Mətbəx mebellər hamısı satışda evin üstündə qalır. Zalın burada, yuxarısı axırında, burada dəhliz kimi balaca bir yerdə. Bura sanuzel hissəsidir. Burada təmiri vəziyyətdədir. Gördüyünüz kimi, hörmətli izləyicilər. Aksesuarlar zaten hamısı qoşulub, qurulub. Burada giririk, burada da bir dənə yataq otağıdır. Gördüyünüz kimi, bu da evin bir yataq otağıdır. Pəncərələrində də tam rahat, hamısından işıq düşür evin içi. Ev havalı evdir, 2 otaqlı evdir. Demək, Qay yolundan, elə bir Xırdalan dairəsindən, Binəqədə gedən yolun üstündən, marşrutdan, 142 marşrutundan 592'dir. Bunlardan 300 metr məsafədə, qapının ağzına qədər asfalt olan ərazidir. Həyətinə də rahat maşın daxil ola bilir. Qoşada kürsülü. Qiyməti də indi nəzərinizə çatdıracağım. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın. Evin qiyməti 65.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə danışacaqsa son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara da gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.